Salam, axşamınız xeyir olsun. Gün Az TV-yə baxırsınız. Studiyada Aynur Zahid. Əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Açıqlama. İndi isə daha ətraflı. Qərbi Azərbaycan Ətraf Mühit Baş İdarəsinin rəhbəri bildirib ki, Urmu gölündə su səviyyəsi 1,40 sm artıb. Hüccət Cəbbarinin sözlərinə görə, yağıntılar nəticəsində Urmiya gölünün vəziyyəti əvvəlki illərlə müqayisədə yaxşılaşıb. O bildirib, su səviyyəsində 1,40 sm artım qeydə alınıb. Bəzi ərazilərdə isə göl yatağının dərinliyi 2,5 metrə çatıb. Cəbbarinin sözlərinə görə Urmiya gölündə suyun həcmi 3,5 milyard kub metrdir və bu göstərici son illərlə müqayisədə 6-7 dəfə artım deməkdir. Cəbbarinin açıqlamasına görə yay aylarında istilər səbəbilə hər il gölün dərinliyindən 70-80 sm su buxarlanır. Lakin bu il suyun 50% buxarlansa belə gölün tam quruması gözlənilmir. Bununla belə bir neçə mütəxəssis bu nikbin qiymətləndirməyə ehtiyatla yanaşıb. Mütəxəssislər bildiriblər ki, görünən yaxşılaşma ictimaiyyəti aldatmamalıdır və struktur islahatlar aparılmazsa vəziyyət yenidən sürətlə pisləşə bilər. Davam edirik. Ötən gün səhər saatlarından başlayaraq İranın 56 həbsxanasında saxlanan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq eyləminə əl atıblar. Bununla bağlı İnsan Haqları Təşkilatları məlumat yayıb. Bildirilib ki, onlar beynəlxalq ictimaiyyətin və insan haqları müdafiə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar. Aclıq eyləmi 119-cu dəfədir ki, hər həftənin ikinci gündən başlayaraq 24 saat müddətinə keçirilir. Qeyd edək ki, 2026-cı ilin əvvəlindən bugünə kimi İranda 600-dən çox məhbus edam edilib. Aprel ayında edam edilən 25 nəfərin 12-si siyasi ittihamlara və etiraz eyləmlərində iştirakına görə dar ağacından asılıb. Tehranın Evin həbsxanasında saxlanan Azərbaycanlı sənətçi Mürtəza Pərvin həbsxananın 7-ci bölməsində Azadlıq adlı əsər təqdim edib. Əsərdə "Ah azadlıq, nə qədər təminatsızsan" ifadəsi yer alıb. Təsvir incəsənət sahəsində fəaliyyət göstərən və siyasi məhbus olan sənətçi həbs olunmazdan əvvəl də bir sıra sərgilər təşkil etmişdi. Bu dəfə isə o, məhbusların iştirakı ilə parça üzərində xəttatlıq üslubunda əsər yaradıb. Bu əsər bölmədə olanlar tərəfindən alqışla qarşılanıb. Mürtəza Pərvin çıxışının sonunda bu əsəri İrandakı mübariz qadınlara həsr etdiyini bildirib və xüsusilə hüquqşünas və insan haqları fəalı Nəsrin Sotudənin adını çəkib. İranın Simnan əyalətində əksəriyyəti xaricdə yaşayan 22 nəfərin əmlakı müsadirə olunub. Bu barədə İran Məhkəmə Hakimiyyətinin Mizan saytı məlumat yayıb. Onlar müharibə dövrü ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyətdə və düşmən dövlətlərlə əməkdaşlıqda günahlandırılıblar. Bu şəxslərin bütün daşınar və daşınmaz əmlaki, bank hesabları və aktivləri müəyyən edilərək müsadirə edilib və onlara hər hansı maliyyə köçürmələrinə qadağa qoyulub. Aralarında jurnalist, siyasi şərhçi, idmançı və hüquq müdafiəçilərinin də olduğu bu şəxslərin bütün daşınan və daşınmaz əmlaki, bank hesabları və aktivləri müəyyən edilərək müsadirə edilib və onlara hər hansı maliyyə köçürmələrinə qadağa qoyulub. Gilan əyalətinin Rəşd şəhərinin Lakan həbsxanasında saxlanılan Əli Azad edam edilə bilər. Bu barədə İnsan Haqları Təşkilatları məlumat yayıb. Məlumata görə yanvar etirazlarında həbs edilən gənc Bəsic üzvünün öldürülməsində ittiham edilib. İnsan Haqları Təşkilatları Əli Azada qarşı irəli sürülən ittihamın əsassız olduğunu, ondan işgəncə altında məcburi etiraf alındığını bildirirlər. İranın Kirmanşah əyalətinin Qərbi Gilan rayonunda 5 bal gücündə zəlzələ baş verib. Bu barədə İran Dövlət Televiziyası məlumat yayıb. Tehran Universiteti Seysmologiya Mərkəzi zəlzələnin 9 kilometr dərinlikdə meydana gəldiyini açıqlayıb. İlkin məlumatlara görə yerli vaxtla saat 00:23 və 00:39-da baş verən yeraltı təkanlarda insan tələfatının olmadığı bildirilib. Ehtimal olunan xəsarət və dağıntılarla bağlı araşdırma aparılır. Xəbərlərimiz davam edir. Çin və İranın Xarici İşlər Nazirləri Van Yi və Abbas Əraqçı Pekində danışıqlar aparıb. Bu barədə Çinin Sinhua agentliyi məlumat yayıb. Onlar qarşılıqlı maraq doğuran məsələləri, eləcə də regional və beynəlxalq gündəliyi müzakirə ediblər.
Digər təfərrüatlar açıqlanmayıb. Qeyd edək ki, Van Yi və Əraqçının görüşü ABŞ prezidenti Donald Trump və Çin sədri Xi Jinpingin mayın 14-ü və 15-də keçiriləcək sammitindən əvvəl baş tutub. Bu sammitdə ABŞ ilə İran arasındakı münaqişə əsas mövzulardan biri olacaq. İranın Xarici İşlər Naziri Abbas Əraqçı çərşənbə günü bildirib ki, Pekində səfərdə olarkən Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri Faysal bin Fərhan Əl-Saudiyə telefon danışığı aparıb. O qeyd edib ki, tərəflər regiondakı son vəziyyəti müzakirə edib və gərginliyin yaranmasının və ya artmasının qarşısını almaq üçün regional ölkələr arasında diplomatiyanın və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar. İran nüvə enerjisini mülki məqsədlər üçün inkişaf etdirmək niyyətində olsa belə, uranın zənginləşdirilməsi proqramına ehtiyacı yoxdur. Bunu ABŞ dövlət katibi Marco Rubio Ağ Evdə jurnalistlərə açıqlaması zamanı deyib. Əgər İran elektrik stansiyaları və bu kimi obyektlər üçün mülki nüvə proqramı istəyirsə, dünyada buna sahib olan bir çox ölkə var və onlar uranı zənginləşdirmirlər. Onlar zənginləşdirilmiş material idxal edirlər. İran isə hərbi nüvə proqramı istəyirmiş kimi davranır. Bu qəbul edilməzdir, deyə Rubio deyib. Birləşmiş Ştatların BMT-dəki səfiri Mike Waltz Fox News-a verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti Donald Trump Hörmüz boğazının bağlanması ilə bağlı oyunu ağıllı şəkildə dəyişərək İran hakimiyyətinə qarşı dəniz blokadası tətbiq edib. O deyib ki, hazırda İran razılaşma əldə etmək üçün faktiki olaraq çıxılmaz vəziyyətdədir və buna görə də intensiv səylər göstərir. Voltsun sözlərinə görə İranın milli valyutası dəyərdən düşüb, valyuta ehtiyatları tükənmək üzrədir və demək olar ki, bitib. Onların artıq nefti saxlamaq üçün yerləri yoxdur. Biz yalnız Birləşmiş Ştatların güclü donanması ilə neftin çıxarılmasının qarşısını almamışıq, həm də boş tanker gəmilərinin daxil olmasını belə dayandırmışıq, deyə o bildirib. O əlavə edib ki, İran artıq maaşları ödəməkdə çətinlik çəkir. Onlar həqiqətən də nə hərbçilərinə, nə də dövlət işçilərinə maaş verə bilirlər. Tam şəkildə razılaşmaya nail olmaq üçün çıxılmaz vəziyyətdə çalışırlar. O həmçinin İranın BMT-nin İnsan Haqları Komissiyasında üzvlüyünü utandırıcı və gülünc adlandırıb və bildirib ki, ABŞ məhz bu səbəbdən təşkilatın bəzi strukturlarından uzaqlaşıb və maliyyə dəstəyini azaldıb. Davam edirik. Ermənistan parlamentinin sədri Alen Simonyan dəvət alacağı təqdirdə Azərbaycana səfər etməyə hazır olduğunu yenidən ifadə edib. Simonyan bunu jurnalistlərə bildirib. Əgər mən də dəvət olunsam, münasib fürsət yarandıqda Azərbaycana səfər etməyə hazıram. Həmkarımı Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı İrəvana səfərə dəvət edirəm, deyə Simonyan bildirib. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.